Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bir daha salamlayırıq sizi əziz dostlar. Ramazan ayı boyunca Ayətullah Xameneyi, Ayətullah Sistani və Ayətullah Məkarim Şirazi ağaların nəzərlərini siz əzizlərə çatdırırıq. Bu məsələlərdən də biri fitrə zəkatı ilə bağlı olan məsələdir ki, alimlərimiz buyururlar, fitrə zəkatı verən şəxsdə bir neçə şərt gərəkli olsun. Birinci şərt, şəxs gərək həddi buluğa çatsın və həmçinin aqil olsun, dəli olmasın, komada olmasın, azad insan olsun, qul olmasın və həmçinin illik ehtiyaclarını ödəyə bilən şəxs olsun. Əgər bu şəraitlə bir şəxsdə olarsa, bu şəxsə fitrə zəkatı vermək vacib olacaqdır. Fitrə zəkatının vaxtı bayram gecəsi, yəni ay artıq görülən vaxtdan başlayır. Əgər bir şəxs yəni bayram gecəsi vaxtı hətta fitrə zəkatını versə, fitrə zəkatı hesab olunacaq, yəni kafidir. Amma fitrə zəkatını bayram günü də ödəyə bilər, yəni verə bilər. O şəxslər ki, bayram namazı qılırlar, gərək də bayram namazı qılmamışdan qabaq fitrə zəkatını çıxartsınlar. Amma o şəxslər ki, bayram namazını qılmayacaqlar, zöhr azanına qədər gərək də öz fitrələrini çıxartsınlar. Amma Ayətullah Sistaniyə gəlincə isə, Ayətullah Sistani buyurur, fitrə zəkatının vaxtı hətta Ramazan ayı başlayandan belə öz fitrə zəkatını çıxarda bilər. Fitrə zəkatı 4 mud təamdan ibarətdir. 4 mud təam təqribən 3 kiloqram miqdar edir. 3 kiloqram qida. Bu qidalar məsələn un kimi, düyü kimi, xurma kimi. Əlbəttə ki, hər bir şəxs öz yaşadığı məntəqənin əsas işlənəcək qida məhsulunu nəzərdə tutacaq. O qida məhsuluna uyğun fitrə zəkatını çıxarır. Məsələn, un kimi qida məhsulunu fitrə zəkatı olaraq 4 kiloqram unu fitrə zəkatı olaraq çıxarda bilər və həmçinin bu fitrə zəkatının pulunu da fitrə zəkatının yerinə çıxarda bilər. Və həmçinin fitrə zəkatını bir şəxs birbaşa fəqirə verə də bilər və həmçinin qırağa qoya da bilər. Bəzi vaxtlar fəqir olmazsa məntəqədə və yaxud daha başqa, yəni mühüm bildiyi yerə fitrə zəkatını əgər verəcəksə, fitrə zəkatını qırağa da qoya bilər. Qırağa qoydusa, öz şəhərindən qıraq bir şəhərə onun daşınmasına da alimlərimiz ehtiyata görə icazəli bilmirlər. Fitrə zəkatını bir şəxs bank hesabı vasitəsilə də ödəyə bilər. Məsələn, birbaşa fitrə zəkatını ödəyir bank hesabının vasitəsilə. Ayətullah Xameneyi və Ayətullah Məkarim Şirazi ağalara görə bu işdə yəni heç bir maneə yoxdur. Amma Ayətullah Sistaniyə gəlincə isə, Ayətullah Sistani bank hesabı ilə fitrə zəkatının ödənilməsini vəkilin, fəqirin əlbəttə, yəni fitrə zəkatını verənin tərəfindən vəkil olmağı şərti ilə bu məsələni qəbul edir. Bu məsələdə, yəni fitrə çıxardan şəxs fəqirin hesabına pulu ödəyəcək. Bayram namazından qabaq və yaxud bayram gecəsi fəqir o hesabdan fitrə zəkatı çıxaran şəxsin tərəfindən o pulu özünə fitrə ünvanında götürəcək. Və həmçinin fitrə zəkatını verdikdə fərqi yoxdur. İstər birbaşa verdikdə, istər qırağa qoyulduqdan sonra verdikdə, hər bir halda fitrə zəkatını ödədikdə gərəkdir qəsd-i qurbət qəsd olsun. Yəni fitrə zəkatının verilən vaxtı, yəni Allahın əmrinin icra olunması qəsd olunsun. Vəssalamu aleykum və rəhmətullah.